Salam hörmətli abituriyentlər, 15-ci əsr Azərbaycanda sosial-iqtisadi həyat və mədəniyyət mövzusundan danışacağıq. Əvvəlcə Qaraqoyunlu və Ağqoyunlu dövlətlərində ali dərəcə sistemi necə idi, ona baxaq. Birinci pillədə padşah dururdu, o qeyri-məhdud hakimiyyətə malik dövlət başçısı idi. İkinci pillədə ordunun baş komandanı olan Əmrəl-Ümərə idi. Onun hökmü, onun əmri, əmirlər və hərbi məmurlar üçün, hərbiçilər üçün qanun idi. Üçüncü pillədə sədr-əzəm dururdu. Müsəlmanların dini başçısı, vəqf əmlakı və dini idarələrə nəzarət edən şəxs idi. Və dördüncü pillədə baş vəzir, maliyyə işlərinə, daxili inzibati və xarici işlərə baxan şəxs idi. Həm də o, sahibi divan, yəni divanın sahibi, məclisin, yəni hökmdar məclisinin sahibi. Divan nə idi bəs? Ali divan. Ali divan hökmdarın yanında əyanlardan təşkil olunan və fəaliyyət göstərən məşvərətçi orqan idi. Məşvərətçi, yəni bir var qanunverici orqan, yəni burada qanunlar verilir. Bir də var məşvərətçi orqan idi bu divan. Bu divanın funksiyası məşvərət idi. Yəni məsləhət, hökmdara tövsiyə. Qanunu verən isə hökmdar idi. Yəni bu orqanın qanunverici funksiyası yox idi. Bu yalnız məşvərətçi idi. Testlərdə bizi tez-tez məşvərətçi və ya qanunverici olması ilə bağlı çaşdıra bilərlər. Kənqaş var idi. Kənqaş sülalə üzvlərindən təşkil edilən qapalı məşvərətçi orqan idi. Bu da məşvərətçi orqandır. Burada daha çox şəhzadə, hansı şəhzadə taxta keçəcək, kim hansı vəzifəyə təyin olunacaq, əsas məsələlər müzakirə olunurdu. Yəni ailə arasında söhbət hökmdar ailəsindən gedir. Təvaki müharibə ərəfəsində vilayətlərə qoşun toplayan şəxs, qazı isə şəriət qanunları əsasında məhkəmələri idarə edən şəxs idi. Torpaq mülkiyyəti formaları demək olar olduğu kimi qalırdı. Divan, xas, xüsusi irs və ya mülk, vəqf və cəmaət torpaqları. Burada bir yenilik görürük, soyurqalı görürük. Soyurqal iqtidana əvəz eləyir bu dövrdə. Yəni, hərbi əyanlara, yarımköçmə hərbi əyanlara xidmət müqabilində verilən torpaq idi. Əhalidən toplanan vergilər malcəhət məhsul vergisi idi, bəhrə su vergisi idi, çobanbəyi otlaqdan istifadə müqabilində ödənilən vergi idi. Cizyə olduğu kimi qalırdı, yəni can vergisi idi. Tamğa isə və yaxud bac, sənətkar və tacirlərdən toplanan vergilər idi. Memarlığa gəlincə Bakıda və Təbrizdə memarlıq abidələri görürük. Bakıda Şirvanşahlar sarayını, Təbrizdə isə Həşt Behişt, Qeysəriyyə, Göy məscid və Həsən Padşah məscidini görürük. Bu mövzunun əsas strukturu budur. Ümumi bir mənzərə yaratmağa çalışdıq sizin üçün. Ümid edirik ki, faydalı oldu. İndi isə vəsaitimizdən mövzunu öyrənək. Hər birinizi uğurlar arzulayıram.